Biz deməli şu an 71-ci sualda qalmışdıq. Davam edək oradan. Hansı reaktorda ikili spirt əmələ gələr? Bu OH olanda bu götür birli spirtdir. Bura OH birləşsə hər hansı birini. Yenə bu nədir? Birli spirtdir. Siz də baxın. Bax bura bax. Bu HOH-dır da. Götürsə OH gəlib birləşir bura. Hidrogen də hidrogen azonla birləşir də. Çoxlarla birləşir. Daha çox Markovla tolğayırsan. Deməli Y-də əmələ gəlir. 72 baxın. Karbon monoksiddə nəsə monoksiddən CH3OH alaq. Biz nə demişdik? Görsən çıxım verilib. Solda duran maddə 11-12 və onun çıxımını tapırıq. Böl 100. Deməli 2-də 1, 5,6-ya x-dir. Burada çevirmələr aparsa 22,4-də də 32. Burada çevirmələr gedir. 1 kub metr neçə litrdir? 1 qramda, kiloqram. Yəni burada hesablama, çevirmə aparacaqsa. Amma məsələnin gedişatını dedim. Çevirmədə sizə aid olan bir şeydir. Hansı reaksiya doğru deyil? Deməli, biz dedik ki 180 dərəcədən böyük temperaturda nə verdi bizə? Sadə efir yox, alken verdi. Deməli, burada bu səhvdir ümumiyyətlə. Keçirik, hansı reaksiya 74-də baxırıq. Heç də hidrogen kupumu çıxara bilməz. Bu düzdür, çıxara bilər. Bu düzdür, buradan OH, buradan hidrogen çıxır. Bu düzdür, eten verir. 140-dan keçir, sadə efir verir. Amma o birlər düz deyil. Keçək 75-ə hansı reaksiyalardan üçlü spirt alınır? Üçlü spirt alınır isə baxın şöyle yenə eyni qaydadır. Biz baxın bura birləşsə, yəni bunu tapırıq da. Məsələn, bax OH bura gəlir, ikili spirtdir. Bu OH olur, birlidir. Bunlar OH olur hamısı. Ümumiyyətlə 3 atomlu spirtdir, 3 spirt yox. Baxır ki, burada Y variantına uyğun gəlir. Hansı ifadə etil spirtinə aid deyil? Nəzəriyyələr özünüz baxırsınız uşaqlar. Propanol 1-dir. Deməli, yadınızda qalsın, birli spirtlər aldehid verir, ikili spirtlər keton verir. Bu birli spirt olduğuna görə keton aldehid əmələ gələ bilər. Keçək 79-a baxaq. Hansı maddə hidratlaşmasına 3 metil pentanol 1, 2, 3, 4, 5. 3 metil pentanol 2 isə düzək. OH bura 3 metil, CH3 də bura alınır. Deməli, 2 qat rabitə burada olmalı ki, bura OH birləşsin. Bax, bu, mən OH-ı buradan silirəm. Deməli, mən bu birləşməni axtarmalıyam. Və sonra. Etil spirtdə dimetil efir üçün hansı ifadə doğrudur? Etil dimetil efiri ikisi izomerdir. Biri C2H5OH-dır. Biri CH3O, CH3. Deməli, izomerdirlər. Bəli, götürə bilərik. Sonra Mariflə 8 adi şərti qaz halında maddədir, yox, spirtdə qaz halında deyil axı. Mariflə 8 rabitə var, sigma rabitə var, toplayıb 1 çıxar, 205, 7, üzərində 1, 8, 8 sigma rabitə var, həm də C2H5OH, baxaq görək, deməli, 205, 8, 9, 1 çıxanda 8, həm də 8 oxuram, fikrimdə 7 tutmuşam. Burada düzdür, indi buna baxaq. Burada da 3, 3, 6, bunun arasında 7, bu da 8 var. Etil spirti etil efir üçün dimetil, yəni deyək ki, doğru olmayanları tapdıq indi. Keyfiyyət tərkibləri eynidir. Səhv tapdıq. Keyfiyyət tərkibləri eynidir, yəni hər ikisində karbon, hidrogen, oksigen var. Molar kütlələri eyni olar yəqin ki, çünki eyni maddədir. Bax, bura 6 hidrogen, 6 hidrogen var. Qaz halında yox, spirt axı qaz halında deyil, etil spirti. İzopropil spirti alınır. İzopropil deyirsə, deməli, baxın, belə olmalıdır izopropil olması üçün. Bu OH xlorla birləşsə bunu vermir. Bu getdi. Buradakı xlorun yerinə OH yazsın, bəli, bu maddəni ala bilərik.
Burada OH da bura gəlsə, bəli, burada da ala bilərik. Propil spirti isə OH olması propildir. OH yaza bilərəm, su var. OH yazsam izopropil olur, bu getdi. Bu da OH gəlib birləşir. OH hidrogen azona, H-li hidrogen çoxlarına birləşir. Bu hidrogeni yoxdur. İndi mən səhv edirəm, bu hidrogen 2 qat artı olan hidrogenə. Hansı birləşmə natrium ilə adi şərtli reaksiya daxil olur? Deməli, burada spirtləri götürəcəyik. Doblər getmir. Doymuş oksidləşməsindən baxın, indi mən bunu izah edeyim. Başa düşəsin nə demək istəyir. Demək, doymuş bir atomlu alfatik spirtdir. İndi mən misal üçün bir dənə nümunə deyim sizə. Məsələn, mən CH3OH-dır. Bundan aldım C. Belə göstərək bu. Burada baxıram 4 hidrogen, karbon eyni sayı, oksigen sayı eynidir. Karbon burada 4 dənədir. Burada aldehidlər deməli keçirilmiş spirtlərdən qabaq. Ona görə bunu başa düşməyiniz üçün tam yazdım. Burada isə sağda 2 dənə hidrogen var. Deməli sağla solun fərqi burada 2 hidrogen atomunun çatışmamasıdır. Düzdürmü? Burada tam deməli belə çıxır ki, spirt yazıram, burada aldehid yazıram. Spirtin kütləsini M verib, bunun kütləsi M çıxısını 8 verib. Baxın, mən spirtdən aldehidi çıxmadan alıram hidrogenin sayını. Bu 4-dən bu 2-ni çıxıram, alıram mən hidrogenin sayını alıram. Deməli, mənim 8 qram burada nədir? 8 qram. Hidrogenin nə idi? Sayıdır. Hidrogenin sayıdırsa, deməli, neçə mol hidrogen lazımdır? 4 mol hidrogen lazımdır. Spirtin üzərinə, spirtdən alım aldehid, üzərinə gəlsin, hidrogen alınır. Bu deyir 4 mol alınıb da. 4 alınıbsa, biz 1 mola 1 mol alınır ümumiyyətlə. Bizə nəyə soruşur? M qrama spirtdən, spirtlidir bizdə, düzdürmü? M qram spirtdən 4 mol, 8 qram 4 mol fərqli 4 mol hidrogen isə 1 mol hidrogen X-dir. Bu da eləyəcək 0,25 eləyəcək. Keçək növbəti sualımıza. Sadə sualda sadəcə izahla tam verdim ki, başa düşəsiniz. Sulfat üstünə işləyib buten 1-in su ilə reaksiyasına hansı maddə alına bilər? Su varsa burada, su ilə reaksiyadan uşaqlar, qulaq asın, sudur da, buten 1. H2-dir, bura H-dir. Su gələndə biz 2 qat rabitə olan karbonlara baxır. OH bura birləşəcək, bu da 3 olacaq, pi də buradan qırılacaq. Görürsən, 2 butanol 2 alınır. 87-yə baxırıq. Deməli, 140-dan kiçik olanda F alınır, 140-dan böyük olanda N alınır. F, deməli, bu S2H5, o S2H5-də, bax, bu belə bir şey alınacaq, D variantı. 88. Deməli, birdə spirt olduğuna görə buradan alınacaq. Deməli, burada koprum oksiddir, yadınızda qalsın. X koprum oksidi və bu A variantı kimi bir-birinə kimi alınacaq. 89. En sadə karbon doymuş bir atom alfada spirt atomların sayını müəyyən edin. Formul demişəm də yazırsınız. Sen H2 üzərinə gəlsin 2. Burada atomların sayını tapmağa nə var ki? Özünüz taparsınız. Doymuş bir atom spirtdən alınan alkenin 14 qramı. Deməli, alkendir. Alkeni biz yazaq. Alken sen H2N. Su ilə bromla reaksiya girir. Alınan sen H2N brom 2. Bir-iki alkenə bromla birləşmə reaksiyası girir. 14 qramı 80 qram bromdursa, brom özü nə qədər? 160 qrama da 14 N düşür burada. 14'lər getdi. Bununla bu 2 N bərabərdir 2. Deməli bu spirtin molar kütləsi N-im 2-miş. C2H5OH-dır. Buna nisbət atom kütləsini tapaq ki, neçə eləyəcək. 91'ə baxırıq. 2 metil propen. 2 metil propen yazıram. 2 metil. Üzərinə hidrogen xlorid gəlir.
Xlor hara birləşəcək bura. Bu da CH3 olacaq. Bu da 2 tərəfli siləndi. Onda bunu xlor gəldi birləşdi bura. Sonra kalium hidroksid suda məhv olur. Suda məhv olur. Bu OH olacaq. Bu da adını 1, 2, 3. Ne olacaq? 2 özü 2 metr propanol 2 alınacaq. 8 qram 92 kalsiumun su ilə qarşı təsirinə alınan hidrogenin kalsiumdur. Su ilə reaksiyaya girəndə nə verirdi? Aktiv metallar qələb verirdi. Alınırdı hidrogen. Bura 2 yazacaq, düz gəlsin. 8 qramdan alınan hidrogendə 40 qrama da 1 molla gedək. Bu bərabər 0,2 mol hidrogen alındı. Hidrogen karbon monoksidlə qarşılıqlı təsirindən 2 qram etan CH3 OH alınır. 4 tane hidrogeni buraya 2 yazın, bərabərləşsin. 0,2 mol hidrogenlə nə qədər bu alınır? 2 mol hidrogenlə də molar kütləsi 32-dir. Buradan həll edib tapırsınız. Növbəti sualımız glukozla qızğırdırıq. Etil spirti. Bir də karbon qazı alınır. C6, H12, O6. Dedi karbon qazı. Karbon qazı alındı. İndi necə əmsallaşdıraq? 6 karbon, bir də hidrogenə görə əmsallaşdıram. 12 dən buradadır, 6 dən buradadır. Mən bura 2 yazdıq. 4 dənə karbon burada, burada 6 dənə daha. 4 dən burada, bura düşürlər 2 düşdü. Və baxaq, 1,8 kilogram 1800 qramda, minə vuruq da. Alınan etanol, x mol etanoldur. 180 qramda da alınıb 1 mol etanol. 1 mol, biz molla hesablayırıq. Bu da eləyir 10. X bölü 10 mol etanol. Buna yazaq. Yanmasına neçə litr oksigen sərf olunur. Deməli, sonra mən C2H5 OH-ı yandırıram. Əmsallaşdırıram. İki dənə karbondur, 2 dənə karbon buraya yazır. 6 dənə oksigen, 6-nı buradakı 2-yə bölürəm. Bura 3 düşür. 4 dənə oksigen burada, 3 dənə oksigen burada, 7 dənə. 7-dən bu 1-i çıxıram. Elə 6, 6 bölü bu 2-yə eləyir 3. Son asaq bir-birinə bərabər olmalıdır. Görürsən, oyun oynanda hər şey yerbəyer eləyirsiniz. Yəni kimyada da dəqiqliklə son asaq eyni olmalıdır. İndi 10 molun yanmasından nə qədər oksigendir? X-dir. 1 mola da 3 moldur. X bərabər 30. 30 da burada nə? 22,4-ə. Düz əmsallaşdırdım. 6 dənə 4, 4, 7, 7-dən 1 çıxıram. Sonra 2, 3 düşür bura. Baxaq. Bu 2 oldu. Mən niyə bu 2-dir? Səhvim elə buradadır. Altıdır. Bunda burada benim 2,4'ə. 94 doymuş bir atomun nispetinin qatı sulfat suyu ilə qızdırılması zamanı 75% sıxımla 16,8 litr qaz halında alken alınır. Deməli, nədən alınır? Spirtdən. Spirtdən aldım nə? Bu niyə yazmır belə? CnH2n üzərinə gəlsin 2 O. Belə işləyirik. Bu daha əlverişli suda nə alındı deyir? Alken CnH2n alındı. Bizə nə deyir? 60 sol tərəfdə qram 60 verir və çıxımda 75 verir. 60-ı sol duran maddəni asan üsuldur buna gidirəm. 75 bölü 100 elit 45 qram bu. 16,8 litrdə alken alınıb, bu alınıb. Litr olduğunu bunun altına litr yazıram. Bu da qram olduğuna bunun altından 14 n bu da 2. Bu da 14 onun üstünə gəlsin. Neçə eləyir? 16, 18. İndi baxaq. 22,4 görün bölünürmü? 16,8-ə yoxsa belə tək.
0,75 gelir. 45'i bölüm 0,75'e 60. 60'dan çıxıram 18. Bölüm 14 en bərabərdir 3. Deməli bu 3-dən başlayan bir spirtdir. Keçək növbəti sualımıza. 95'e. Deyir 5,4 qram su və 18 qram dolmuş bir atomlu 2 spirtdən molekul sayını eyni mol miqdarda spirtin formu 5,4 qram su nə deməkdir? 5,4 5,4'ü bölüm 18'e bölür 0,3 mol. Deməli 0,3 molda, bu da 0,3 moldu. 18 qramı 0,3 moldu deyir. 1 mol x'dir, x də bərabərdir 60. 60'ı tapırıq, 14'ün üzərinə gəlsin. Bayaq tapdım desəm 3 tapdım. 3 tapdım. Spirtin formunu tapırsınız. Bir atomlu spirt, ikili spirtdə burada özünüz tapırsınız hamısı. Bir atomlu ikili spirtin alınan alkeni 21 qramı. Alkeni 21 qramı. Bura mola mol gedir deyə 40,5'dir. H buram da 81'e də alkendir də bu x yazaq. Belə bir kalkulatorla hesablayaq. 21 vurulsun 81 bölünsün 40,5. Bak, 21 vurulsun 81 bölünsün 40,5. 42. X'i tapdım 42. Alken 14'dən 42 isə N'ə də tapıram 3. Deməli 3 karbon 3'dür. 3'dür. 3 deməli karbon yazıram və ikili spirtdə yazıram bura. Propanol 2. 97'ye baxaq. Məsələlər çox mühümdür. Doymuş bir atomlu spirtin buxarlanan helyuma görə nisbət sıxlığı helyuma görə isə 22,4'e vururam 88. 88'i bərabər bu spirtin oksidativ aldehiddansa birlidir. Birli, hamısı birlidir. Bu birli deyil. Sonra bu da birli deyil. Bu birlidir, bu birlidirsə. İndi mən də bunu nədir? Bunu bərabərəm 14'ün üzərinə gəl. 16, 2, 18. 70 en bərabər 5. 5'dən karbondan tapıram və variantlardan birini seçirəm. 98'e baxırıq. Glukozla qızma əməliyyat etil spirin dehidratı. Glukozla qızqırdın. C6H12O6. Əmək bir yazıq 2 mol əmələ gəldi. Düzdürmü? Daha bir təkrar yazmıram. 1,800'dən əmələ etil spirti 180'e də 2 mol. 2'de də bax görürsünüz 2 moldur. X bərabərdir 20 mol etil spirt alınır. Dehidrat nitriti etilen alınır. X buna mola mol gedir. 20 moldan 1 moldan da 22,4 alınır. Vursa 22,4'e. 99'a baxırıq. Oksidativ doymuş bir atom 2 spirtin artı miqdarda götürmüş natrium reaksiyasında 5,6 qram hidrogen alınır. Ümumiyyətlə spirtlər məsələn adi bir dənə götürək C2H5OH. Natrium reaksiyaya girəndə baxın bura diqqətlə baxın. C2H5 həmişə birin götürün yazın, onun üzərində işləyin. Hidrogen əmələ gəlir. 0,5 yazın ki, sonra sağda hidrogen bərabər olur. Deməli, belə çıxır ki, 37 qram spirt 5,6 litr hidrogen 0,5 mol alınır. Bu 22,4'də də X-də burada tapırsınız, neçə eləyəcək. Tapanda buna bərabər eləyəcəksiniz də tapın. 2O'ya bərabər tapacaqsınız. Siz mənim axırazın yazdım, özüm axırazın yazdım. Şurada izahı verirəm də. Oturun çalışın, özü tətbiq etməyi bacarasınız. Eyni sualı baxmırıq. Deməli, dolmuş bir atom spirti 0,1 molu artıqlaması götürmüş natrium metallə reaksiyaya girərək
8,2 qram natrium alkoqol əmələ gətirir. Onda biz formulu yazaq. CN HCN üzərinə gəlsin 1OH. Natriumla reaksiya girdi. Bundan əmələ gəlib nə? CnHCN üstə gəlsin 1O natrium. 0,1 molu 8,2 isə 1 molu x və 82. 82 buna bərabərdir. 14 n üzərinə gəlsin 1, üzərinə gəlsin 16, üzərinə gəlsin 23 bərabər 82-yə. Eyni tapırıq və formulu bərabər edib orada atomla sayını həll edirik. 101, 102. Spirtdə ümumiyyətlə qəşəng məsələlər olur. Aldehiddə, karbonatoşda çox maraqlı məsələləri var. Şöyle bu əvəz etmədi. Baxın. Suyu HOH yazsam, kalsium OH ilə birləşir, hidrogen çıxır, əvəz etmədi. Bu birləşmədi. Baxanda birini. Bu da əvəz etmədi. Baxanda görürsünüz, hidrogen çıxır burada. Birləşmə natrium ilə 3-4 dimetr. Natriumla reaksiya girəndə biz nə demişdik? Öz-özündən toplayırıq. Birləşdən yerdə bunu birləşdir. 1, 2, 3, 4, 5, 6. Bəli, 3-4 dimetr heksan əmələ gəlib bu düzdür. Sonra 104. Birləşmə üçün hansı ifadə doğrudur? Spirtdə lakmusun rəngini dəyişmir. Yadınızda qalsın. Birli spirtli yox, üçlü. Natriumla reaksiya daxil olur. Bu nəzərdə bu heç də baxmazdım, baxdım nəysə. Qələvlər reaksiya daxil olur. Qələvə metalına daha doğrusu gedir. Məsələn, natrium OH, kalium OH bunların gedir. 2 metil propanol 1-dir. 1, 2 adlandıranda bəli. 2 metil propanol 1. Aldehid çevrilir, düzdür, birlidir. Dietil. Dietil 4 dənə karbon. 1, 2, 3, 4 dənə. 2 atomlu spirti yox. Axı 1 atomlu spirtdə. Propanol 2 üçün. Propanol 2. 2, 3. Bura OH yazırıq. Maqniyetli hidrogen atomu var. Baxın hidrogen sayını sirkə turşusu qarşıdaydı. Ümumiyyətlə bitəmizdə qarşı. Sirkə turşusundan gelir bunlar. Metil etilifi 3 dənədir. Bu da 3 dənədir. Doğru olanı seçirsiniz. Deyəsənə birinci sətirdə. X 107. X alkenen homohidrazının ikinci nümayəndəsi. Alkenen ikinci nümayəndəsi. Birinci nümayəndəsi C2H4'dür. İkinci nümayəndəsi C3H6'dır. İkinci nümayəndəsidir. Deməli bu C3H6'dır. Su ilə reaksiya gelir. Verilmənə nə? C3H7OH. Toplayıram da sonra reaksiya girəndə nə ilə toplayıram hamısı? Birləşmə reaksiyası daxil. Bunda da verilənlər buradadır. Metil etilen 3 dənə var. Bu 3 dənə ola bilər. Propanol bu da özünüz tapırsınız. 109'a baxın. Etanol hansı xəssəsi onun molekul arasında hidrogen rabitəsi olması ilə əlaqədardır. Onun molekul arasında hidrogen rabitəsi olması ilə əlaqədardır. Qaynama temperaturu etan və etin qaynama temperaturundan deməli hidrogen rabitəsi olanlar daha tez, yəni daha gec qaynayır da. Qazlar daha tez qaynayır axı. 110 da eynidir, 111, 7,4 qram doymuş bir atomlu ikili spirtin natriumla qarşı tərdə 1,112 litr hidrogen əmələ gəlmişdir. Bayaq da dedim ki 0,5 mol hidrogen əmələ gəlir. Bu 22,4'də də x-dir. Buradan tapı x neçədir? Açıram. CnHCN üzərinə gəlir 2 O-ya bərabər tapıram və məndən ikili spirti tapır. İkili spirtlər ya budur, ya budur. Bu ikisindən biri oldu. Karbon sayına görə təyin edirik. 112'yə baxırıq. 29,6 bu da elə eynidir. Propanol 2 qatı sulfat turşusunun qızdırılmasına ayrılan qaz hidrogen xlor məhlulkən hansı maddə alınır? Propanol 2 qatı sulfat turşusundan keçəndə biz demişdik nə alınır? C3H6 alınır. Hidrogen xloriddən keçəndə propanol 2 isə buradan alınır. Hidrogen xloriddən keçəndə H-xlor. Hidrogen çox xlordur, hidrogeni az olana birləşəcək. 114
En üç olsa bu heç tapırıq. Spirt alınacaq, amma 3 spirt olanı özü tapırsınız. Karbon 3 tane spirt. 114, 115 ikili spirt. Bu spirt yazı bura. Bu spirt ise bu bizə 2 qat rabitəli birləşmə verəcək. Su olanlara baxırıq. Su. Və su. Bu xlor çıxır, OH birləşir də. Bu birli spirtdir. Baxın, indi bir-bir gələn bu neçə spirtdir? İkili spirt. Bu üçlüdür, bu getdi OH birləşəndə. Bu da nədir? OH olur, bu da birlidir. Bunu da buradan alacaq. Bu deməli elə bir ki, bu karbon turşusunun oksigenidir. Bu ise burada spirtin OH'dır. Bu olacaq oksigen. İkili spirt OH olacaq. Bak burada görürsən 2 dənə CH. İndi bax bunu mən yazdım. Bura baxın. Bura OH birləşdi. HO CH3 2 dəfə. Bu nə? Görürsən 3 dənə karbon 2 dənə CH3 var. Demək CH3 CH3. Bu OH görürsən bu CH birləşir. 118 hansı? Bu da eyni sualdır. Baxın, özünüz baxırsınız. Yəni bir sualın 2 dənə olanlara baxmayaq. Özünüz bir düşünün, baxın. Hansı bir dehidrasiyadan sonra alınan hansı bir dehidratlaşdır? Bax. Məsələn, birincini yazıram. Propanol 1 ilə propanol 2-yə baxaq. Bunlar propanol 1. Propanol. Bunu dehidratlaşdı. 2 qat artıq düşəcək burada. Buz getdi. Amma üzərinə H2O gələndə OH birləşir. Burada hidrogen çox az da 2 spirt alındı. Birdən 2 alındı. İndi gəlin propanol 2-yə baxaq. Hidratlaşında burada 2 qat artıq ya burada ya burada. Üzərinə də H2O gələndə OH düşəcək bura. Bura hidrogen çox. OH isə hidrogen az. Yəni təzədən bu OH əmələ gələcək. Keçək 118-ə. Yəni bir dənə Y olsun da deyir. Optikal aktiv odur ki, karbon 3 dənə müxtəlif radikalla birləşdi. Burada yoxdur. Bu karbon 3-də yenidir. Bu getdi. A bəndi getdi. Bir elədik ki, X-də olmasın. Bizə o da var. X-lə Z-də olmasın. X-lə Z-də, bu Z-də var axı. Bu Z-də var. Z-də var. Ona görə A bəndi şeydir. Götürmürük. Mənfi, müsbət, mənfi yadında saxlayaq. Burada var optik izomerlik. Bu karbondur. Həm buna, həm buna. 4 dənə radikalın C-yə baxaq. Birincidə olmasın. Bu karbon iki tərəfdən yanına eyni maddədən birləşir. Bunda yoxdur, mənfi. Y müsbət olsun. Bunu pozsaq bura hidrogen birləşir. Buradan bu, buradan bu, buradan bu. Demək bu. İndi buna baxırıq. Burada da bu karbon 4 dənə eyni, 3 dənə eyni radikalın birləşir. Burada yoxdur. Mənfi, müsbət, mənfini aldıq. Yəni bir karbona baxın, bir də məsələn hidrogen, CH3, C2H1 görürsən bir karbona 4 dənə müxtəlif radikal birləşsə buna deyir optiki izomerlik deyilir. 118, 119. Bu da eynidir tapırsınız. 120. Dehidratlaşmadır. Yəni OH çıxır. OH çıxdı buradan. Bura düşdü. 2 qat. OH çıxdı. Burada fərqi yoxdur. İkisində də metil qrup bura düşdü. OH çıxdı. Bura düşdü. Fərqi yoxdur. Hara istəsən yaza bilərik. Sonra adlandırırsınız. OH çıxır, bura düşür. OH çıxır, bura düşür. OH çıxır, bura düşür. Adlandırırıq. Yəni buradan OH gedir, buradan hidrogen verir. Burada 2 qat rabitə. Buradan OH verir, bu isə hidrogeni və burada 2 qat rabitə yaranır. Hansı maddən su ilə reaksiya məhsulu? Orada nə yazıb oxum? Kuprum OH reaksiya daxil olmaz. Yəqin ki, elə bir şeydir.
bilmədim. Orada nə yazılır tam oxuya bilmirəm. Sonra reaksiya. Yəni desən kuprum OH oxşuyor. SK2 su gəlir, SK5 OH. Bu kuprum OH-nin kuprumu ona görə. Bu gedə bilər. Burada sonra reaksiya OH verir. Yəni birli spirtlər daxil olmalı belə götürək. Bu TN2-nin su ilə reaksiyasından H3, H3. Su ilə reaksiyasında bura OH birləşdi. Bu oldu H2. İkinci və üçüncü. Bir, ikinci karbon. Atomun oksigen dərəcəsi müəyyən edin. Bax, ikinci karbon yazıram bura. CH, CH3 belə idi. OH, CH. Biz necə demişdik? Bunu silək. Mal olmasın bizə. Elementlərin elektron mənfiliyinə görə düzürük. Solda duran, sağda durana deməli elektron verir. Bax. Solda, sağda durana elektron alır. İndi bura baxarıq. Bizə bu lazımdır. Karbonla karbon arasında alış-veriş yoxdur. Burada karbon H. İndi mən bunu nə edəcəm? Bax, bu hidrogeni pozuram. Bu hidrogeni pozuram. Belə yazam. Bax. 3 dənə hidrogeni yazdım. Və solda duran, sağda durana nə edir? Elektron alır. Baxaq. Aldı. Bu oldu da -3. Hidrogen yazılır. Aldı. Oksigen. Buna bax. Oksigen deməli harda durub? Solda durub da. Oksigen alır. Deməli karbon oksigenə verəcək. Burada 1 və 1 alır. Burada nə? 0. Hansına baxırıq? Və ikinci 0-dır. Üçüncü -3'dür. Hansına baxırıq? Hə, mən birincidən ikinciyə baxmışım. 1, 2, üçüncü deyil. Bir də buna baxaq. Bu da olacaq -2. 0, -2. Olsun da bu da götürürsə fərqi nədir ki? Bu tam bir də həmçinin tapırıq. 125 baxaq. Doymuş bir atomlu ikili spirt uyğun ketona qədər onun molekül mərabitası necə dəyişər? Baxaq. İkili spirt götürürəm. İkili spirt deməli dehidrogenləşmə reaksiyasında var. Hidrogen neyini ayrılır da burada. Hidrogen ayrılırsa deməli nə qədər hidrogen ayrılır? 1 mol hidrogen ayrılır da, düzdürmü? İndi 1 mol hidrogen ayrılır. İndi baxaq burada azalma artma necə baş verir? Baxaq. 3, 3, 6, 7, 8, 9, 3, 4, 5, 6, 3, 9, 10, 11 dənə burada sigma var. 100, 4, 5, 5'in üzərinə 3, yəni 8, 9. 9'dan 11'dən 9'a düşdü. Nə qədər azalma baş verdi? Və yaxud da ki 1 mol hidrogen çıxır. 1 mol hidrogen çıxanda H demək 1 mol hidrogen çıxsa 2 mol azalma baş. Belə də götürə bilərim. Yaxud da 11'dən 9'a düşdü. Buradan da götürə bilərik. 125 də 126'dır. Aldehidlərə qədər eyni şeydir bu da. Esir aldehid olsun, ketonsun 2 vahid azalma baş verir. Çünki elə onlar da üstün arası izomerdir. Keton hansı bu deməli ikili spirtdir. İkili spirt tapmalı. Aldehid hansı deməli bu birli spirtdir.
Kuprum o da kuprum modu yəqin ki reaksiya gedir. Burada hər hansı bir duz verir burada da deyir. İndi turşuda spirt ola bilməz turşu. Deməli birinci kili spirt bu ola bilər. Buradan bunu siləm. İkincisi də turşu olan götürüm. Bu spirti siləm. İkinci spirti silirəm. D ilə Y qaldı. Deməli birli spirt. Birinci kili spirtdir. Budur. Bu birli spirt. Bu da getdi. Cavab elə D bəndi. Yerini dəyişək. Kese yüzümüzü en sayıda atomlar olan eten ve etanol için bunlar özü tapır. Bu etandır mesela. Eten değil. CH4. Bu nədir? Metanol. CH3OH. Hepsine 6 dənədir də. Atomları eyni sayıda atomdur. Mol miqdarları baxaq. 2, 4, 6, 1, 3, 4, 5, 6. Mol miqdarları eynidir. Kütlələri hesablayırsın. Moleküllərin sayı da eynidir də. Molekül mol sayı eynidir. 130'a baxırıq. Baxaq. Deməli bu CH5 oyundan görürsən su burada çıxıb. Deməli dehidratlaşıb və burada deməli spirtlə turşu arasında reaksiya edir, efirləşmə reaksiyası. Yadınızda qalsın. 131'ə baxırıq. Deməli doymuş ikili spirt. Bura baxaq, mən tam oxuya bilmirəm nə demək istəyir bu. Deyir, suyun mol miqdarına bunun 5,5 bəy yazır. 5,4 qram 18 0,3 moldur. 0,3 mol 18 qramdır. Molları eynidir. Bu da 0,3 mol. 1 mol X-dir. Bu eləyir 60. 60-da bayaqki formula tapılır. Nisbət kütləsi neçədir? %132'ye baxaq. 2,7 qram. Bu da 2,7'ni bölüm 18'ə. Tapım neçə mol? 0,15'dir. 0,15 moldur. Bu da 0,129'dur. 9'dur. 1 mol X-i 9'u bölüm 0,15'ə. 60 qram tapdım. Bu da propan spirtidir. Propanol. Burada da özü oksidaşlıqda keton da alına bilər. Nədir? Bu bizə doymuş bir atomun birli spirt. Birli spirt aldehid alınır. Keton mümkün deyil ki alınsın. Bunu yazın. İkili spirtlər keton verir. Birli spirtlər aldehid verir. Yadınızda qalsın. 133'ə baxaq. Bu kitabı yaxşı çəkməklə bu səhifələr adam izah eləyəndə də gözləri yorulur. 130'a baxaq. Doymuş bir atomlu spirtdir. Molekulda atomların sayı hidrogen, oksigen. Əlbəttə ki, hidrogen oksigenden 6 dəfə çoxdursa, deməli 2 + 2'dir də hidrogen. 6, 6'dan 2 çıxanda N 2 dəfə C2, H5OH-dır. Həqiqətən 6 dəfə çoxdur. Deməli bizdən nəyi soruşur? Deyir ki, 140 dərəcə temperaturda N verir. 140'dan böyük. Məsələn, ola bilər ki, 140 verməsin, versin 200-də. Yəni 140'dan böyük dərəcədən gedir söhbət. Kuprum oksidlə olanda etanol aldehid alınır. 425'də butadiyen alınır demişdim. 180 dərəcədən kiçik desəydi, 140'dan kiçik desəydi, 180'dən kiçik olsaydı nə alınırdı? Sadə efir alınırdı demişdik bunda. Bu da 134 də eynidir. Keçək növbəti sualımıza baxaq.
Y natriumla qarşı təsir olaraq alkan əmələ gətirir. Y natriumla qarşılıqlı təsiri olaraq alkan əmələ gətirir. Bu alkil halogenitdir. Y alkil halogenitdir. Ola bilər alkil halogen, bir də bu uyğun gələ bilər. Alkil halogeni. Z natrium qarşı təsiri olduqda hidrogen alınır. Bu isə bizə verə bilər spirt. X reaksiyasına daxil olmur ilə D variantı. Alkanlar axı birləşmə reaksiyasına girmir. 37-yə baxaraq. Hansı maddə reaksiya kuprumu oksidləşdiricidir, yəni reduksiya olunur. Burada kuprum alınır. Görsə reduksiyondur. Burada da kuprum alınır. Burada isə kuprum SO4-dən dəyişmir. Reduksiya olunur. Bir burada kuprum alınır. Burada kuprum xlor H dəyişmir. Bir də burada. Bilir ki, siz bir də tayında bilirsiniz demişəm, başa salmışam. Səhərdən neçə dəfə də işləyirik 140-a baxaraq. 8H5OH kalium bu nədir? Hidrogen alınır burada. Bu hidrogen verir. Bu bizə verir sadə efir. Sadə efir. Kuprum bu verir bizə aldehid. Bu isə verir mürəkkəb efir. Spirtlərin karbon turşuyan reaksiyası mürəkkəb efir adlanır. 141-də demək su gələndə bu X maddəm C2H5OH-dur. Su ilə toplayıram da C2H5OH. Natriumla reaksiya C2H5O natrium bu çıxır. C2H5O natrium 145 dərəcədə də 140-dan kiçik də, yəni C2H5O C2H5C variantını verəcək. 42, indi 43. Bu nədir? Yanma reaksiyası qrafiyyəsi üzüm maddənin formunu tapın. Mən bax görmürəm burada nə veribdir. Maddəni yazıb əmsalların üstünə yazırıq da. Burada yəni çətin bir şey yoxdur, elə biləm. 144-də baxırıq. Bu da bayaq işlədiyimiz sualdan idi da. 144-də deyildi. Bu da bayaq bir turşu nəminə verir. X və Y burada. Bu deyir ki, yəni X-in kuprumu gələndə, onsuz da bunlar spirtdir. Birli spirtdə bu bizə verəcək, deməli, necə başa salım sizə? Birlidir də, birli maddədir. Həm də ki, bir də diqqətli olaq görək nə verir. Bax, məsələn, pentanol 2-dir. Pentanol 2-yə aldehid vermir. Nə verir bizə? Keton verir. Biz götürə bilərik. Məsələn, 3-ü götürsə, bizə nə soruşur ki, X nədir, Y nədir? X nədir, Y nədir? Məsələn, 2 metil propanolu götürək. 2 metil propanol 1. OH buradadır. Bu kupruma gəndə bu olacaq C, bu belə alınacaq. Ki bu maddə. Belə olacaq. Bunun da üzərinə təzədən hidrogen gələndə çevirir nəyə? OH-a. Oldu nə? 3 Y-ə uyğun gəldi. X-də 2, X 3-ə uyğun gəldi. Y-də 2 uyğun gəldi. 147. Bunlar təkrar suallardır. 148 durmuş. İkili spirt. Mark atomla ümumi sayı 21. Ən üzərində atomdan sayıya baxın. Sen, H2N üzərinə gəlsin 2O. Atomdan 3-üncüdə gəl 3, 21, 21-dən 3 çıxıram. 18 N bərabərdir 6. N6 əsas zəncirdə 4 dənə karbonum var. Belə yazaq. Əsas zəncir olsun. Birini də OH birləşdirək. 1, 2, 3, 4. 2, 3, dimetil butanol 2. Belə deyə bilərik. Sonra baxaraq. İkili spirt deyil bizə. Biz də ikili spirt yazıq. Doymuş bir atomlu
Bir dəqiqə. Burada D də uyğun gəlir, D də uyğun gəlir. D yox, Y də uyğun gəlir. Bunun fərqi nədir C ilə yəni? Bizə bir atomlu 2 spirt deyir. Hə, mən 3 spirt yazmışam. Üzr istəyirəm, 2 spirt. Bura C, bura birləşəcək. Bu da eyni sualdır. Baxmıram, 150. Dolanmış bir atom spirt. Molekulda karbon atomların sayı N'dir. Molekulda atomunun sayı M'dir. Bu nə soruşur bizdən? Dolanmış bir atomlu spirt alfa spirt yazırıq. Dolanmış bir atomlu spirt nə olacaq? N H2N üzərinə gəlsin 2O. Molekulda karbon atomları N olarsa molekulda atomların ümumi sayı 3 bərabərdir M'dir. Sonra ki molekulda bir atom alfa X'də də N olarsa molekulun atomların sayı bir vahid azdır. Bir vahid azdırsa burada nə azdır? Atomların ümumi sayı. Karbon atomların sayı eynidirsə burada mən yaza bilərəm ki 3N üstə gələ 3 bərabərdir M-1 verib də bizə. Bu başa düşmədim. Bir də baxın sualda nə deyir? X karbohidrat molekulundakı polymer kovalent rabitənin birləşməni tapın. Polymer rabitələrin sayı. Karbon atomların sayı N'dir. Molekulunda atomların ümumi sayı M'dir. İndi karbon atomların sayı N olarsa molekulunda atomların ümumi sayı M-1-dirsə 3 gələ 3 bərabərdir M-dir. 3 gələ 3'ü M'dir. M bərabər M-1. Deməli, X karbohidrat molekulunda polymer kovalent rabitəsi. Polymer kovalent rabitələrinin sayı belə deyək ki, biz hidrogen atomu və oksigenlərin sayı 2 üstə gəl 2, bir də bu 1, 2 üstə gəl 2, üstə gələ 1, 2 üstə gələ 3'dür. 2 üstə gəl 3'dür, bu bir vahid azaldı. Mən də bunu bir vahid azaldım, 2 üstə gəl 2 olacaq. Sadə sualı burası biraz. Neyse sualı deyirsən 190. 6 ilə 45 samlılar. Doymuş spirtlər deməli molekulunda oksigen atomlarının sayı 1, molekul burada eyni sualdır, yoxsa yox? Karbon atomlarının sayı 1'dir, molekulunda oksigen atomlarının sayı 1, oksigen atomlarının sayı 2. Hə, biri 1 atomdur, biri 2 atomdur. Ona görə molekulunda karbon atomlarının sayı eynidir. Karbon atomlarının sayı eyni isə, misal üçün 2 atomlu spirtdə 2 dənə karbon var axı, C2H6O2. Burada isə C2H6O yazaq. Homoloji sıranın 3-cü nümayəndəsi oksigen atomu, karbon atomuna sahib. İndi baxaq burada bizə nə deyir, onu da yazaq. Homoloji sıranın 3-cü nümayəndəsidir. İkinci homoloji hansı Y. Homoloji sıranın 1-ci nümayəndəsidir. Karbon atomlarının sayı eynidir. Oksigen atomlarının sayı X-də 1 dənədir, Y-də 2 dənədir. Y homoloji sıranın ikinci nümayəndəsidirsə, Y homoloji sıranın ikinci nümayəndəsidirsə, birinci nümayəndəsi 2-dən, ikinci nümayəndəsi 3-dən olur. C3H8O2, bu da olacaq C3H8O. İndi bax, X üçün al. İndi X-ə baxaq. Homoloji sıranın üçüncü nümayəndəsidir, buna baxaq. Bəli, düzdür, C3. Sinif daxil izomeri yoxdur, var. Elədir, sadə efirlərlə. Siniflər izomeri, asetonda aldehidlər, ketonların izomeri deyirlər. Bunlar sadə efirlərin izomeridir. 152-yə baxaq. C2H5OH yadımızda qalsın. Deməli, katalizatorun iştirakı ilə
Rabitə yaranması karbon atomu qeyri-hibrid. Deməli, burada 3 dənə maddə verir. Burada alınır C2H4. Üzr istəyirəm, C2H4 nə idi? C4H6. Bir dəfə hidrogen, bir dənə də su verdi. Amma bilmirəm ki, hansıdır. Bizə deyir X rabitə yaranması karbon atomu qeyri-hibrid orbitalın iştirakı. Rabitə yaranması karbon atomu qeyri-hibrid orbitalın iştirakı, yəni ki, pi rabitənin yaranmasında iştirak edir. X-im onda bizdə nədir? Divinildir. X-im divinildir. Bu X-dir. Bunu elə burada qeyd edək. Sonra L nədir? Rabitə yaranmasında karbon atomunun qeyri-hibrid orbitalın iştirak etmirsə, bunlardan biri deməli C2H4'dür. C2H4 üzərinə gəlsin hidrogendir. Z, Y hər ikisində var. Y deməli hidrogendir. Y hidrogendir. Y hidrogensə bura Y-də hidrogen düşür. Burada hidrogen düşür. Onda bu T'yə biz yaza bilərik C2H4. C2H4 yaza bilərik. Amma su da ola bilər. Su da ola bilər. Y su da ola bilər. Həndə sudur. Y sudur. Z hidrogen. Z budur. Bu da sadə efir verir. Susa bu C2H5. O C2H5. Elə soruşmuyorsa, elə baxmırıq. Bu sadə efir verir. Bizə nə verir? Z-i soruşur. Z nə tapdıq? Z hidrogen tapdıq. Z hidrogen tapdıq. Elə rabitə yaranması karbon atomu qeyri-hibrid orbitala iştirak etmir də. Bu onda C2H5 olduğunu bildik. T nədir? T də ki etilendir. Etilendir. Aydın oldu. İndi mən bura niyə C2H5 yazdım? Çünki burada qeyri-hibrid orbital C2H4'də var, bir də burada var da pi rabitə. Bunda da rabitə əmələ gətirir. Burada pi rabitə əmələ gətirir. Ona görə bu C2H4 yazdım. Burada etil spirti düşür. Bax, iri molekullu birləşmə əmələ gətirib. Demək, Z iri molekullu birləşmə əməksə, bu 3 dənə varsa, bu demək bu tadin kaçı C4H6'dır. T iri molekullu birləşmə əmələ gətirmir. Bunlardan biri C2H4'dür, biri də ki C2H5O, C2H5O, C2H5. C2H4 polimer əmələ gətirir də. Budur ki, T əmələ gətirməsin. T onda budur. Bu da gəlir düşür. Deməli, bir də burada X da sudur. X sudsa, burada X sudur, burada X sudur. Onda L gəlir düşür C2H4'ə. Doymuş bir atomlu ikili split. Molekula sigma rabitələrin sayı. Sigma rabitələrin sayı bir vahid az götürürdük. 11 dənədirsə 12 atomlu. Atomlu sayı 12 atomdur. 3'ün üstə gəl 3 bərabərdir 12. 12'dən 9 n bərabərdir 3. C3H8O. C3H7O. Yox C3H bir dəqiqdən görüm. Molekulada sigma rabitələrin sayı. Belə görüm. Sigma rabitələrin sayı. Bir dəqiqə, misal üçün CH3, CH2OH. Mən hesab 3, 2, 5, 6, 7, 8. C2H6OH. 8, 9, 8. Düz yazmışam bəyəkən. C3H8O. 11, bir yəni də 12. 12'dən bir var da C3H8'də. İkili karbon atomu bu da belə birləşmə. İkili spirt deyil. İkili spirt budur. Karbon atomu, ikili karbon bir dənədir. Bu da bilmirəm nə deyir. Axında nədir? Oxuya bilmədim. Kütləsi 72 qramdır.
14'ün üzerine gelsin. 2, 16, 18 beraber 72. 72'den 14, 18, 50. Marka sayı aldım. 14'ün üzerine 2, 2, 16, 18. 72, 18 çıxar. Bir de görün bu. 50 bölersen. Yok, başka şey değil. Maddeler. Bu ne soruşur bizden? Moleküllerin sayı eyni moldur. Yəni, eyni mol miqdardadır. Spirtin eyni mol miqdardadırsa 21,6-nı bölək 18 qrama 1,2 mol elədir. Aha 1,2. Onda bu da 1,2-dir. 72 qram. Mən bu səhv etmirəm. 1,2 molsa 1 mola x-dir. 72-ni bölürəm 1,2-yə. 60. X tapıram 6'dır. 60'dır. 60 ise 100 H8 o tapmışdıq. Sinirlər arası 3 dənə karbonla birləşmə götürür. Bir A'da 2 dənədir. B'də ama efir tapılır. Sadə efir tapılır. Metil, etil C variantı uyğun gəlir. Keçək növbəti sualımıza. Doymuş bir atomlu spirtdir. Spirt molekulunda asimetrik karbon atomlarına sahip 1'dir. Spirt karbon atomu sayı ümumi sayı minimumdur. Asimetrik görə düzəldik, minimum olsun. Bir dənə karbon yazım. Bir dənə hidrogen birləşdi. Bir dənə OH birləşdi. Bir dənə CH3 birləşdi. Bir dənə CH5 birləşdi. CH5 də buradan birləşdi. Bu CH5 gedir. Spirtin sirkə turşusu ilə əmələ gətirən mürəkkəb molekulunda sigma sirkə turşusu COOH. Bu OH verir. Bu hidrogen verir. Hidrogen verirsə burada bu hidrogen de bu neydi? CH3'dür. Sonra bu oksigen, spirtin oksigeni, sonra karbon oksigeni. Bu belədir də uşaqlar. Bax, çaşmamaq üçün bax belə yazın bunu. Yerinə bax. Hələ bunu silək. Bax, bu var ha. OOH. Bu OH getdi. Burada karbon, bax, bu oksigen qalır. CH3. CH3. Da bu bizə lazım deyil deyə buranı silirəm. Hidrogenlər sayını düzürəm. H3, H2, bu da 1, 2, 3 və sonra sigma sayını deyil tapırsam. Bizə hidrogen sayını hesabı 3, 2, 5, 5 üzrə 3, 8, 8 üzrə 3, 11, 12, 13, 14, 15, bu yoxdur. 16, 17, 18 oldu. Neyse hesabladım. Neyse 19 olmalı. Neyse səhv hesablamışam. Baxın. 1, 2, 3, 4, 1, 5, 5 üzrə 3, 8, 8'den 1, 9, 9'da 3, 12, 13, 14, 15, 16, 17, 18, 19. 19'da da bilmem neye səhv salmışdım beyazlara. 157. Karbon, hidrogen sayı A'dırsa, karbon-karbonun arasında sigma rabitə sayı 5 vahid azdır. X'i müəyyən edin. Hidrogen sayından 5 vahid az olsun. Hidrogen sayından 5 vahid az olsun. İndi bunu biz tapaq. AZ bir birləşmə götür. CH3, CH2, OH. Baxaq. Karbon H rabitəsi
Karbon arasında bundan 5 vahid az olsun da. Baxaq, karbon H nə qədərdir? A, 3, 2, 5 dənə. 5 dənə olanda A-dırsa, belə bir hesablayaq. Karbon 5 dənə olanda 3, 2, karbon 1 dənədir. Deməli, mən burada baxıram ki, biz elə birləşimi götürməliyik ki, burada deməli belə baxaq da, elə karbon hidrogen 5 dənə karbon hidrogen var, bir dənə budur. Hələ 5 dənə budur. Karbon H-dır. Bir dənə də karbon yox, 4 dənədir bu daha doğrusu. İndi propanol CH3, CH2, CH3, OH. 3, 2, 5, 1, 7. 7 dənədir. 2 dənə də karbon. Bu göstərir 5 dənədir. Və 3 dənə olan birləşmənin form nisbatı kütləsini tapırıq. 158. Doymuş bir atomun kisbiri 140-dan böyük olanda alken verir. Dehidratlaşmasına alınan suyun kütləsi spiritin kütləsinin 30%-ni təşkil edirsə, doymuş bir atomlu kispir, bir atomlu sen H2N üzəri gəlsin 2O. Dehidratlaşdırdın, H2O çıxdı, alınır C2H sen H2N. Alınan suyun kütləsi x qramdır. Spiritin kütləsinin 30%-ni təşkil edir. Spiritin kütləsi də tam m-dir bunun kütləsi. X bərabərdir 0,3 m. Demək ki, yenə yazdım 0,3 m. M qram spiritdən 0,3 m. Su alıbsa 18 qrama da X yazaq burada. M-lər gətir, X verdim 60. 60 isə bəyan dedi ki, bu propandır. Propanoldur. C3H7OH-dır. Biraz riyaziyyatda məntiqli. C3H7OH-dır. İzopropil spirti deyə bilərəm, çünki ikili spirt deyir. Tərkibində 10 hidrogen atomu var, yox 8-dir. Oksidləşməsinə aseton alınır. Bəli, ikili spirt deyə alınır. Nisbi kütləsi 60 idi. İkili spirt tab ödü. Qeyri-simmetrik. Qeyri-simmetrik nə demək? Bax, buna O-C. Sonra sağlık karbon müsahibəsi bu simmetrikdir. Yox, burada 2 dənə karbon, burada 2 dənə karbon, burada 1 dənə karbon, bu qeyri-simmetrikdir. Bunu bax. Bax, dimetrik. İkisi eyni. Metil, etil, yox, bu şeydir. Sadə fillərdir. İndi burada biz tapacağıq, deməli, bu simmetrikdir. Metil, etil. Metil, etildir. Bu deyil. Bir metil, bir etildir. Etil, izopropil. Burada 2-dən, bu tərəfdə 3-dən, bu da deyil. 162. Məsələ yavaş-yavaş gelişirik artıq. Molekulunda hidrogen atomlarının sayı 10'u doymuş. Bir atomlu ikili spirtdir. Molekulunda hidrogen sayının 2 bərabərdir 10'dur. 10'dan 2, 8, 8, 2, 4. 4 n'lərin 4 ikisində də. Sadəcə burada nə deyir? Sadəcə burada doymuş bir atomlu. Biri ikili spirtdir, biri üçlü spirtdir. İkili spirtdir. Bu ikili spirtdir. Bir de üçlü spirtdir yazdım burada. Bu da üçlü spirt. Yazdık. Bu biri. Aşağıdaki de biri. %60 qatı sulfat turşusu iştirakında dehidratlaşma məhsulu X, yəni efirdən gedir söhbət, sadə efirdir. 160 dərəcədə 140-dan kiçikdə bu alken alınır. Deməli, necə alınır? Bura baxırıq. Bura hidrogenin düzdür. H3, H,
Bura H2, bura H3. Demək, OH buradan hidrogeni azonundan çıxır. Hidrogen iki qat tərəfdə bura düşdü. Belə bir yarandı birləşmə. Burada da ki fərqi yoxdur. Çünki eynidir. Bu heç deyəsən bu olmur. %60'da nə soruşuyor? Deyir, hansı X və Y yoxsa hansı doğru deyil? Səhvləri soruşuyor bizdən. 1. İzomerdir. Yox, izomer deyil. Ümumiyyət alınmır axı. Yox. Siz trans izomerliyi yox. X-dən Y izomerdir. Necə izomerdir? Burada iki qat tərəfdə axı necə yarandı? İki qat tərəfdə yaranmır axı. Ay yox, üzrsən, 4 valent olur. İzomer deyə bilərik. Sistans izomeri əmələ gətirir. Sistans izomeri, bu demişdim ki, iki qat tərəfdə birinci karbonda olmalı. Sistans izomeri əmələ gətirir. Niyə görə? Burada H2 yazılır. H2 necə izomer əmələ gətirsin? Karbon 2-dən oluyor, bu deyil. Butanol 1'in dehidratlaşma məhsuludur. Butanol 1 değildir. 2 idi. 2, 3, alkende deyə bilərik. 163. Fərq 1, 2, 3, 4. Molekulunda qeyri-polar kovalent rabitələrin sayı qeyri-polar karbon karbonası. Burada karbon karbonası 1'dir. Burada karbon, bu fərqidir. Bəli. Sonra 2'yə baxaraq. Sonra deyir bizə bir fərqlidir. Molekulunda polyar kovalent rabitə, yəni hidrogenlər, bu da fərqlidir. Baxanda bilinir. Rabitənin ümumi molyar kütlələri ümumiyyətlə fərqlidir. Qaynama temperaturları da deməli fərqli olacaq. Molyar kütlələri. Molyar kütləsini hesablamalıyıq. Bax, burada molyar kütləsinin hesablaması nədir? Qaynama temperaturu müxtəlif ayrı materialda müxtəlif. Qalanını hesablayırıq, özünüz tapırıq neçədə. Bunu mən baxım. Birləşmə üçün eyni olandır. Bunu da yazırsınız. CH4 1500'də verir nə asetlə. C2H2H2 ilə gedir. C2H4 və H2 C2H5OH. C2H5OH verir. Bizdən nə soruşur? Onları bir-bir tapar. Gümüş güclü yığ aldehid deməkdir. Kopromol oksid aldehid alınır. Bəli, kopromol görsə aldehid verir. Molekul sp2 biz vəzini karbon yox. Bu da sp3'dür. İkili spirit yox. Birli. Orada ümumiyyətlə 2 spir yaramır. 2 dənə karbon var. Hidrogen rabitəsi var. Karbon toşları mürəkkəbi fenomenə gətirir. Bəli. 66-ya nə deyir? Bizə natrium reaksiya girəndə nə verir? C2H5O natrium verir. Kupromona girəndə nə verdi? De bunu aldehid verdi. H-xlorla gedir. Burada OH çıxır. C2H5 xlor verir bizə. 5-cini verir. İkili butil radikali hidroksi qrupu. İkili butil yazırıq. İkili butil isə bura. Bura OH birləşdirdim. Asimetrik karbon atomu var deməzdim var. Amma hidrogenə yazır. Baxaq. Bu karbonu bir hidrogen bu həm var. Bu düzdür. Sonra oksidaşma məhsulu butanondur. Bəli, butanon, yəni keton. İkisindən 10 keton aldehiddə məsələn etanal alla bitir. Ketonda 10-la bitir. Bu bəli 10. Oksidaşma məhsullarının 2 metil propanalı yox, səhvdir. Yaxı 10-dur. Sonra bu düzdür, bu səhvdir, bu düzdür. Yox, bu düzdür, bu səhvdir. İkinci karbon atomu 1, ikinci karbon atomu oksidaşma dərəcəsi 0'dır. Bəli, verir, alır, düzdür. Bax bura. Biz necə demişdik? Bu bizə qalsın. Karbon hidrogenə neynir? Alır. Oksigen neynir? Verir. Biri alır, biri verində 0 olur. 1 mol atomunda 1 qram hidrogen 0,5 mol əmələ gəlir həmkəm. O da 1,2 mol 1. Birinci karbon oksidaşma dərəcəsi -3 olmalıdır. Rəssam CH3'dür, -3'dür.
İzobutildir. Bunu yazım, onun özünüz cavabını tapırsınız. İzobutil. İzobutil, mən butil yazı verir. İzo neydi? T hərfi. T hərfi buradan birləşəcək. OH. Bunun haqqında da tapırsınız. Qutardı. 2 səhifəmiz qalıb. Bunu yekunlaşaq. Üçlü butil. Üçlü butildə baxın yazıram. Üçlü butil yazırıq. Bu üçlü butildir. Bunu OH birləşdirirsiniz. Reaksiyasının üzüm maddə molekulunda azalan nədir? Əlbəttə ki, bax bura sigma reaksiyanın sayı azalacaq. Karbon atomları dəyişmir. İkinci karbon oksid dəyişmə dərəcəsi. Burada verir alı sıfırdır. Burada mənfi 1'ə düşür. Baxın. Bunu yazdıq. Belə də karbon, oksigen. Karbonun arasında alğı-satqı yoxdur. Alış-veriş yoxdur. Elektron verib almırlar yəni. Deməli, hidrogen karbonu verdi. Karbon oksigenə verdi. Bu buna verir mənfi 1. Bu da buna ötürü olur. Mənfi 1 üstə gəlsin 2. Müsbət 1 eləyir. Müsbət 1 eləyir. Hansıydı bu? Müsbət 1'dir. Molekul 3 ədəd birli kalır. 1. Yox, hansına baxırdım mən? O oksigen dərəcəsi neynədir dedik biz? 0-dan müsbət 1'ə. Oksigen dərəcəsi azalmadı. SP hibrid opsiyon sayı bəli. SP3, SP3 və SP2'dir. SP1, 2, SP'dir. Sonra karbon oksigen dərəcəsi, hidrogen atomlar sayı. Qalan göz qabağındadır da. X-dən spid molekulunda asimetrik karbon atomu yoxdur. X hansı maddə olaraq açırıq baxırıq. Bunlar sizə aid olan bir sualdır. 172. Molekulunda oksigenin kütləsi. A molekulunda karbonun kütləsi 3A'dır. Karbon oksigen 3 dəfə bölünsün 3 olacaq nə? H8 O. Atomlarını toplayırıq. Molekulunda oksigenin kütləsi o A'dır, 1,5 A'dır. Yadımıza qalsın 2'yə vuranda deməli bu 2 bu 1,5 dəfə çoxdur da. Necə başlasam? Doymuş bir atomlu spid. Oksigen kütləsi. Oksigen kütləsi 32'dir. 32'nin 1,5'e, yəni 32'ni 2'də 3'ə vuralım. 16, 48. Karbon kütləsi 48 ise 48'i 12'ye bölüp 4 tane düşür. C4H10O. Doymuş bir alkenin 7 qramı 40 qram brom birləşdirirsə. Alken 7 qramı 40 qram brom birləşdirir. Alken 1 mol bromdur. 1 mol brom da 160 qramdır. Bu da X'dir. Bu da 70. Biz buradan da tapırıq. Neçə eləyir? İsbatın kütləsini tapırıq. Bu 14 eləyir. Bu 6 eləyir. Eni tapırıq. Bu da 5 eləyir. 5'də C5H12 onda qoyub yerinə tapırıq. 176. Tam izah eləyim. Kesmək istəmirəm. X ən sadə doymuş bir atomlu ikili spirtdir. Ən sadə ikili spirti yazıram. Ən abidə bunu yazdıq. Doymuş bir atomlu Y spirtin molyar kütləsi X-dən 28 qram çoxdur. Bu 60 idi. Bu 28 qram çoxdur. Bu 88'dir deməli. X və Y molekulunda hidrogen atomlarının cəmini tapaq. 28 qram çoxdursa uşaq 2 dənə CH2 deməkdir. Yəni 2 dənə CH2 artıqdır. Yəni CB bu da bu C3 H8 odur. Bu C5 H12 odur. Yəni deyək hidrogen atomu cəmi 1008 1000-də 12 dənə də topluq ki neçə eləyir. Sonra biri 28 ümumiyyətlə spirtlər CH2 qədər artıq 28 qram, yəni CH2 14 qramdır. 2 dənə CH2 28, 2 dənə CH2 bundan çox götürəcəm də. Yəni bu tipdə tapırıq. 177-yə də baxırıq. Eynidir, baxmayaq burada artıq. Yox, eyni deyil. Doymuş bir atomlu spirt yazdım.
Bax CN, H2N üzərinə gəlsin 2O. Molekulda karbon atomlarının sayı ümumi atomların sayı nə qədərdir? 3-ün üstə gəl 3. 25%. Yəni %25 4də 1 bərabər nəyə? N-ə. N bərabərdir buradan 3. 3 isə C3H8. Deməli 8 dənə. Yəni işləyirik görürsünüz ki, yəni elə də çətin bir şey yoxdur. 178. 92 qram etanol C2H5OH-dan nə alırıq? Etilen C2H4. Əmsallaşmaya ehtiyac yox. Sol qram, yəni 92 var, bir də qramı 20%. 92-nin 20%-ni tapırıq. 92 vur 20 bölünsün 118,4-ə tapıram. X-dır. Gəlmir. Burada nə qədərdir? 32-yə də neçə, yox, mən nə yazdırdım, haradaydım bir. Etanol 46-ya da, 46-ya neçə litir? 22,4 tapırıq. 79 da eynidir. 82 mol monoksid. Bax, bu da eynidir. Karbon monoksidin hidrogen reaksiyasına CH3OH alınır. Solda duran 2 molda çıxımı da var. 2-nin 40 var. 20% 4 molda neçə qram metanaldır? 1 moldan da 32 qramdır. 181-ə baxırıq. Ən uzun ədə karbon 4-dən 1, 2, 3, 4. 100% bu biri belədir. İndi ikili spirtli isə OH bura birləşəcək. Bura birləşsəm 300-də. Birli karbon atomumsa 1, 2, 3 dənədir. Sonra 182. Kənd təsərrüfatı zərərdə qarşı mübarizə istifadə olunan pestisiddən istəyirsən bromdan istifadə İndi biz nə yazırıq? CH3OH üzərinə H brom üzrsən. Brom 2 yazdı da. Bax, məndən nə alınıb? Bax, alınıb maddə nə? Bax, tam reaksiyanı bilmirəm də. Yadımdan çıxıb. Bax, görüm CH3OH brom alınıb. Düzdürmü? Deyən görüm CH3OH brom. Bir də üzərinə gəlsin nə alınacaq? H brom 2 yəqin ki alınacaq. Bu brom tək qalmaz yerində. Burada bizdən nə alınıb? 1-ə 1 mol gedir də. Bizə nə deyir? 2200 qram bromlu metanol. 2240 qram X-də bromlu metanoldur. 112-yə də nə alınır? 1 mol alınır. Bu da eləyəcək 20 eləyəcək. 183-ə baxırıq. Donmuş bir atom spirtin molekulunda atomların ümumi sayı 15-dir. 3-ün üstə 3 idi. 15-ə bərabər eləyəndə n bərabər 4. Burada 4 qoyub yerinə tapırsınız. 1 mol donmuş sadə efirin tam yanmasından 4 mol su alınır. Sadə efir ümumiyyətlə spirtlərlə bir cümlə arası izamiyyədir deyə n üstə gəl 1 H2O yazaq. 4 mol n üstə gəl 1 də n 3-dür. N'im 3-dürsə efirin molekulunda karbon atomlarının sayını müəyyən edin. N 3-dür də və salam. İndi deyəsək ki, bu məsələn N-i 3 tapdım. Bu efir hansı birləşmələrdən əmələ gələ bilər? Metil, etil, metanol, etanol götürə bildik. Sincəmi eləyir 3. Aha, 10 dənə sualımız qalıb yekunlaşaq burada. Bunu da 85-dir, eynidir. Deyəsən bu suallar eynidirsə tez qutararıq inşallah. 186. 140 dərəcədən qatı sulfat dehidratlaşmasından alınan maddə 140 dərəcədə alınır efir. Payda verib bizə. Dipropil efiri spirtin 1 molun bax doymuş bir atom efir oldu ki, qoy burada deyim. CH3OH-dır. Bunun üzərinə məsələn C2H5OH gəldi. Bir OH verir, biri də hidrogen verir. Alınır bizə C2H5, onu oksigenin birinci yazır. CH3. Bax, buna deyilir sadə efir. Yəni spirtlərlə
eyni formula malikdir. Siniflər arası izomer deyilir ona görə. Spirtin bu və dipropil efir əmələ gəlib dövülmüş bir atomlu spirtdir. Dehidratlaşmasında dipropildirsə, 2 dənə propil. Demək bu propildir. C3H8 odur. Əmələ gələn karbonu 3CO2 əmələ gələcək. Sonra bu da eynidir, baxmırıq. Metanol, kubrumok. Bu bizə verir. Metanolsa bu bizə bax bunu verəcək. Hidrogen çıxıram da. CH3 yadımdadır. Formulu yazıram. CH3OH. Hidrogen çıxanı nə verir? CH2O verəcək. Bir də hidrogen H2 çıxanı 2 dənə hidrogen çıxanı. Birini buradan, birini buradan. Bu nisbi atom kütləsini hesablayırsınız. 189. Yekunlaşır uşaqlar, səbirli olun. Olmuş bir atomlu spirtin 1 molun yanması sərf oksigen kütləsi reaksiyada alınan suyun kütləsindən 2 dəfə çoxdur. Doymuş bir atomlu spirt yazıram. Doymuş bir atomlu spirt yazıram. Əmsallaşma var deyə burada CO2 üzərinə gəlsin H2O. En üstə gəl birdir burada. En üstə gəl. En üstə gəl bir buradadır. Karbon 2, üstə gəl, en üstə gəl 3, en üstə gəl 1, düz dedim. 3, en üstə gəl 3. Yəni bir yazdığımı oxuya bilməm. Bir dəqiqə istəyirəm təzədən yazam. CN, H2N, üzərinə gəlsin 2O. 2O. CO2 üzərinə gəlsin H2O. N buradadır. 2 üstə gəl 2, en üstə gəl də 1 buradadır. Top 2 üstə gəl 1, en üstə gəl 3, en üstə gəl 1. 1 oksigen çıxıram bunu 3-ən. 3-əni bölüm bu 2-yə. Vəssalam. İndi bir də nədir? Yəni sərf oksigenin kütləsi 3-ən bunu vuram 32-yə. 32-dəki 32-ni 2-yə böləndə 16, 48 N. Alınan suyun kütləsindən 18 vurulsun en üstə gəl birdən. 2 dəfə çoxsa bunu 2-yə vuracam. Çünki spirtdən çoxdur, sudan çoxdur. Məsələn, burada da tapırıq ki, N nə qədər eləyir. Bir mol tolol, 2 mol doymuş bir atom spirtin tam yanması 15 mol oksigen sərf olunur. Spirtin maddəsində hidrogen atomu var. Tolol C7H8. 7 oksigen buradadır. 8'i bölü 4. 7'den 2 14. 14 ise 4. 18 bölü 2 9 mol oksigen burası. 15'ten demir hansı sualdır. 15 mol oksigen ise 15'ten 9'um 6. Deməli 6'da oksigen sudaydı. Bir de 3'ün bölünsün 2 idi də. 3'ün bölü 2 6'ya bərabərsə bu da 6'ın 2 12 12'ni də 3'ə böləndə n bərabərdir 4. C4H10'dur. Deməli spirmanitə hidrogen atomu var. Yəni salmışdım mən. Bir də baxım. 4 dənə 14 səndə 18 18 2 9'da 15'dən 9 çıxanda eləyir 6. 6 mol oksigen sərf olunursa 2 mol doymuş spirt. 6'nı 2'ye bölün 3. N bərabər 2. Sonra N bərabər 2 C2H6. Ona fikir verməmişəm. Yoğunluğu müəyyən edin. Bunlar keton verir. Oksidləşmə var. Bu keton verir. Bu metal oksidləşmir. Çünki bu 2 belə yazanda oksigen burada olur. Bu səhvdir. Oksidləşmir yəni səhv deyəndə.
Boks 2 aldehid verir. %93. Molekulunda oksigen kütləsi A-dır. Molekulunda karbon kütləsi 3A-dır. Karbon oksigen 3 dəfə çoxdursa, karbonda 3-dür. C3H8O-dur. Oksidləşmə məhsulu doymuş bir atomlu spirtdir. Bu oksidləşmə məhsulu aldehidsə, deməli bu birli spirtdir. Aldehidsə OH kimi axırda yerləşir. Siniflər arası izomer bu maddə üçün bunu mən 1, 2, 3 homoloq 3-dən başqa da butanol gedə bilər. Homoloq deyil. Butanol məsələn 3-ə uyğun gələr burada. Necə deyim? Etanol ola bilər. Bəli, D də uyğun gəlir. Hətta Y də uyğun gəlir. Yoxsa yox. Bir dəqiqə qoy, bir də baxım. Oksigen məhsulu aldehid bu maddənin uyğunluğu müəyyən edir. 1. Siniflər arası izomer. Belə baxaq. Siniflər arası izomeri 3 dənə karbon olsun. Birə uyğun gələcək burada nə? Mən səhv tapmışam. Deyirəm, nəsə düzgənli variantlar baxıram bayaqdan. Bizə sualda başqa şeydir. Deyir ki, karbonun kütləsi oksigen kütləsindən 3 dəfə çoxdur. Oksigen 16-dır da, 16-dırsa formulda 16-dır. Belədir, CnH2n üzərgəsində 2O. Oksigen 16-dır, bunun 3 dəfə çoxdursa 48, yox. 16 ise 48. 48'i böləm 12, bu C4'dür. C4H8 oldu. Dietil ketoton 4'e 1'ə A uyğun gəlir. 1'ə A uyğun gəlir. Sonra amma OH axırda yerləşir. Sinif daxili yox, siniflər arası bir dəqiqə. Siniflər arası dietildir. Siniflər arası butanol bu axırda yerləşir axı. Butanol 1-dir. Butanol 2-ni yaza bilərəm. 2-yə Y yaza bilərəm. Butanol yox, bu aldehiddir. C uyğun gəlmir ümumiyyətlə burada. Sonra nə var? Homoloqu etanol deyə bilərəm. Y-ni götürə bilmərəm də. Niyə görə? Çünki Y-nin özünü necə götürə bilərəm? Propanol bir də homoloq kimi götürmək olar. B'dir. Çünki bu da homoloq kimi götürmək olar. 195'ə baxaq. Qutaraq. Beynəlxalq nomenklaturasının adı. 1, 2, 3, 4. Butanol 2. İndi bunu 1'ə C uyğun gəldi. Yəni ki, belə yerləşdiririk. Dehidratlaşma. OH buradan çıxır, burada. Hidrogen, buradakı hidrogen az olan verir, çox olan yox. Dehidratlaşma məhsulu bu da gedir nə? Buten 2. Buten 2 oxundu. İndi bunda deməli buten 2 buraya yazam A. 2'ye gəldi A uyğun. Sonra oksidləşmə məhsulunun beynəlxalq oksidləşəndə nə verəcək bizə? Bu keton olacaq da. Keton 10. Axırıncı izah eləyək, yoruldum. Qutaraq uşaqlar. 1 saat yarımda elə izah eləmişəm. 2 saata yaxın vaxt gedib, həqiqətən 70 dənəsində bir 30 neçə dəqiqə izah eləmişəm. Spid molekulunun uyğunluğu müəyyən edin. Karbon hidrogen nisbəti, baxaq. CnH2 üstə gəlir 2O. Karbon 12N'in 2 üstə gəlir 2 nisbəti bərabərdir 5. 12N bərabərdir 10N üzərinə gəlsin 10. 2N bərabər 10, N də bərabərdir 5. Düzdür? N-i tapdım 5. N-i 5 tapdıqsa başlayaq yazmağa. Lapis formulu birbaşa açım. Doymuş bizə verməyib hansı spirtdir. Hansını istəməyət? 1, 2, 3, 4, 5, OH.
Yaxud da belə də yaza bilərəm. C5H12O. İndi baxaq nə uyğun. Polyar rabitələrin sayı. Polyar rabitələrin sayı ümumi atom sayının bir vahid az. 5 üzə 12, 17, 1 18, 18-dən bir vahid az. 1-ə Y uyğun gəldi. Yox, polyar deyil, ümumi. Polyar desəm, necə yəni 17 dənə, 17 dənədən karbonların sayını çıxıram da. Karbonların sayı qədər 1, 2, 3, 4. 17-dən çıxan 4. 1-ə uyğun gəldi A. Qeyri-polyar karbonlar 5 dənə karbon 4 dənə uyğun gələcək. 2 uyğun gəldi C. Sigma rabitələrin sayı da 17-yə uyğun gəldi. Sağ olun uşaqlar.